Sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin bu günləri üçlü sinir nevralgiyası haqqında danışaq. Üçlü sinir nevralgiyası 5-ci kəllə-beyin sinirinin funksiyasının pozulması nəticəsində ortaya çıxan üzdə olan ağrılardır. Bu ağrılar özünü necə büruzə verir? Adətən üzdə elektrik çarpması kimi, yanma kimi ağrılarla büruzə verə bilər və bu ağrılar yemək zamanı və yaxud da ki, dişimizi fırçalayarkən, üzümüzə yüngül külək əsdiyi zaman, bəzən isə səbəbsiz ortaya çıxa bilər. Əksər hallarda bu bir tərəfli olur. Bəzi hallarda isə iki tərəfli də ola bilər. İki tərəfli olduğu zaman fərqli zamanlarda ortaya çıxır. Çox nadirən isə gözdə və alında bu ağrılar ola bilər. Səbəb isə çox vaxt üçlü sinirə olan basqıdır. Bu basqı isə beyində olan hansısa bir damarın sinirin üzərində olması ilə ortaya çıxa bilər. Yüksək təzyiq, insultdan sonraki vəziyyət, dağınıq skleroz kimi xəstəliklərdə bu narahatçılıq, bu xəstəlik ortaya çıxa bilər. Diaqnostikası isə ətraflı anamnez, nevroloji status dəyərləndirməsi və MRT müayinəsi ilə aparılır. Müalicəsi isə əksər hallarda epilepsiyada təyin etdiyimiz antikonvulsant preparatlarla aparılır. Antikonvulsant preparatlar təsir etdiyi halda və ağrılar tamamilə yoxa çıxdığı halda və remissiyaya uğradığı durumlarda bir müddət sonra dayandırıla bilər. Lakin ani olaraq dayandırılmamalıdır. Necə yavaş-yavaş doza artırılıbsa, eləcə də yavaş-yavaş doza azaldılaraq dayandırılır. Bəzi hallarda isə biz bu dərmanı aylarla, illərlə, bəzən isə ömür boyu qəbul etmək məcburiyyətində qala bilərik. Bəzi hallarda isə bu dərmanlar kömək etmədiyi durumlarda cərrahi müdaxiləyə ehtiyac qalır. Cərrahi müdaxilə isə mikrovaskulyar dekompressiya ola bilər və yaxud da ki, radiofrekansla aparıla bilər. Mövzu ilə bağlı suallarınızı şərh bölməsində verə bilərsiniz, mütləq şəkildə cavablandırılacaq və daha ətraflı nevroloji xəstəliklər barədə məlumat almaq istəyirsinizsə, o zaman kanalıma abunə ola bilərsiniz.